Salamlar, hər vaxtınız xeyir olsun. Sizinlə ən çox sevdiyim yeməklərdən biri olan pencər yeməyini hazırlayacağıq. Öncəliklə pencərlər yaxşı təmizlənir və bol suda bir neçə dəfə təkrarlamaqla yaxşı yuyulur. Suyunu süzürük. Soğanlar istədiyiniz formada kənarda doğranılır. Və pencərimiz pörtülüb bir süzgəcin içərisinə əlavə olunur. Suyu süzülür. Və bir qabın içərisinə əlavə edirik. Kənarda yağımızla soğan qovurulur. Üzərinə qapaq əlavə edilib biraz bişir və sarı kök, duz, qara toz biber və paprikamızı əlavə edib qarışdırırıq. Və yenidən qapağı üzərinə örtürük. Soğanımız pişdi və pencərimiz üzərinə əlavə edirik, qarışdırırıq. Və tuzumuzu, paprikanı əlavə edirik və qovururuq. Kənarda 4 ədəd yumurtanı tuz qoyaraq yaxşıca çalıb yeməyə əlavə edirik. Yumurta sizin zövqünüzdən asılıdır. Ne kadar isteseniz koyabilirsiniz. Üzerine örtürük ve yemeğimiz hazırdır. Hazırlayan herkesin önceden olsun. Abone olmayı, like etmeyi unutmayın.